Allahın sözü Quran-ı Kərimdir. Quran-ı Kərimdə olan sözlər hamısı Allah Taala'nın sözüdür. Və o biri kitablardakı sözlər, Necə? o digər kitablardakı sözlər onun sözü deyil. Əlbəttə ki, yox. Əsas Quran-ı Kərimdən gedir söhbət. Ha. O biri müqəddəs kitablarda da Allah Taala'nın sözləri olub, ancaq onlar hamısı dəyişdirilib sonradan. Quran-ı Kərimin ayələri var. Biz Quran-ı Kərim dəyişdirmirik və Biz istəsək də onu dəyişdirə bilmərik. Allah Taala buyurur ki, Quran-ı Kərimin mühafizi mənəm. Qiyamətə qədər onun bir hərfi də, hərəkəsi də dəyişilməyəcək. Çünki hərəkədən fərqli, asılı olaraq sözün mənası dəyişə bilir. bəs o biri kitablarda o yazılıb. Axı niyə icazə verib onu dəyişməyə? Allah Taala Adəmlə bərabər ilk İslam elmini göndərdi. Amma insanlar, xüsusən onun nəvələri bu biliklərdən kənara çıxdılar. Məsələn, onun nəvələrindən biri oğlunun ölümünə dözə bilmirdi. Gənc oğlu rəhmətə getmişdi. Ona dözə bilmirdi. Və dəfn eləməyə də qoymurdu. Qoy qalsın evdə. Bir həftədən sonra evə girmək mümkün deyil də. Qoxulanır Hə, təbii. əlbəttə ki. Hə. Adamlar deyir ki, heç olmasa çıxardaq bayırda saxlada. Yaxşı, çıxardım bayıra. Bayıra çıxartdılar. Bayıra çıxartdılar, hara qoysunlar? Bu cəsəddir. Bir taxtanın üstünə qoydular ağacın üstündə. Yağış yağdı, quşlar dimdiklədi, xülasə pis günə düşdü. Buna dedilər ki, əvvəla ağacın üstünə də saxlamaq düz deyil. Ağacı, deməli, taxtanı götürdülər, qoydular. Bu dedi ki, onda heç olmasa taxtanın üstündə bunun konturunu çəkin, kəsin, bunu dəfn edin. Mən o kontura görə oğlumu təyin edeyim ki, bəs bu mənim oğlum olub. Oğlumun bədəni bu formatda olub. Dəfn edirlər, uşağı dəfn edirlər. Kəsirlər taxtanı, olur büt. Bütün hazır edir. Və başlayır, həmin Adəm əleyhissalamın nəvəsi başlayır buradan səcdə eləməyə, inanmağa. Qohum qardaş da, bütün nəsil, nəcabət də hamısı gəlib, buna səcdə edir, həmin o taxtaya. İnsan formatında olan bütlərə sənəm deyirlər, sənəm. Amma ümumiyyətlə neyisə büt şəklində göstərirsənsə, ona büt deyirlər. Büt sözünün ərəb dilində 96 mənası var. Ən yaxşı halda, ən geniş halda büt sözü həm gözəl deməkdir, həm də səcdə olunan deməkdir. Heyrət ey büt, surətin gördükdə lal eylər bəni. Surəti halım görən, surət xəyal eylər bəni. Füzulinin beytidir. Deyir, heyrət, mən səni görəndə, heyrətdən mən lal oluram. Heyrət ey büt, ey gözəl. Surətin gördükdə lal eylər məni. Sənin surətin o qədər gözəldir ki, mən lal oluram. Surəti halım görən, məni bu vəziyyətdə görən, surət xəyal eylər məni. Elə bilər ki, mən elə şəkiləm. Normal adam deyiləm, elə bir şəkiləm. İndi o mənada əlbəttə ki, Allahın yolundan çıxdılar. Oldular bütpərəst. Zaman-zaman yeni peyğəmbərlər gəldi və bunlar hamısı Allahın birliyini təsdiq edən sözlər gətirdi. Amma bunlar da yenə də təhrif olundu. Hansı bir nəsildən sonrasa o bilgilər itdi. Sonra səmavi kitablar gəldi. Səmavi kitablardan fərz edək ki, Musa əleyhissalamın Tevratı. Tevrat gələndən sonra insanlar, bilirsiniz, Musa əleyhissalam pəltək idi. Onun qardaşı Harun onun dediklərini başa düşürdü və deyirdi. Cəmaata onun köməyi olmadan Musa əleyhissalam çıxmırdı önə. O da niyə görə pəltək olmuşdu? Deməli, anası eşitmişdi, Firon həmin zamanda dünyaya gələn adamları, uşaqları, oğlan uşaqları hamısını öldürəcək. Bilir də, indi səs gedib yayılacaq ki, bir nəfər qalıb, o da Musa əleyhissalamı da öldürəcək o körpəliyində. Ona görə qoymuşdu onu səbətin içinə, onun bacısı və arvadı. Onlar belə idi də, Fironlar öz bacılarına evlənirdilər. Ha, elədir, bilirəm. Adı Asiya idi. Nil çayıyla öz qayığında ətrafındakı insanlarla səyahətə çıxanda bu qamışlığın arasından səbəti buraxdı onların üstünə.
Onlar gördülər ki, suyun ortasında bir səbət var, içində də uşaq. Uşaq var. Götürdülər bunu. Asiyanın uşağı olmurdu. Götürdülər, çox xoşuna gəldi uşaq Asiyanın. Dedi, mən bunu böyüdəcəm. Gətirdi. Uşaq da ağlayır. Ətrafındakilərdən soruşdu ki, bu uşaq nə istəyir, niyə ağlayır? Dedi, yemək istəyir də. Bu nə istəyir? Nə yiyir? Dedilər, süd. Dedi ki, verin də süd ona yesin. Dedilər, yox, o çiğ süd olmaz. Onu gərək pişirmək lazım. Pişirin, verin də. Uşaq da ağlayır. Apardılar onu, qaynatdılar südü. Süzdülər, gətirdilər. Asiya deyir, verin uşağı da. İsti-isti uşağa südü verdilər, dili yandı. Ona görə başladı pəltə eləməyə. İndi sözün belə deyək ki, mətləbdən çox uzaqlaşmıyor. Nəsiminin bütün əsərləri Quran-ı Kərimin poetik şərhidir, təfsiridir. Təkcə Məhəmməd əleyhissalam yox, orada başqa peyğəmbərlər də Adəm əleyhissalamdan üzü bəri gələn peyğəmbərlərin hamısının öz yeri var. Yəni bu hadisələri, Quran qissələrini, eyni zamanda belə deyək də, Bibliyanın içindəki kitabları da Əhd-i Ətiq olan hissəni, Əhd-i Ətiq nədir? Çox qədim zamanların peyğəmbərlərinin kitabları. 66 kitabdır o Bibliyada. Ondan sonraki da İsa əleyhissalamla bağlı olan xatirat kitablarıdır. İsa əleyhissalama nazil olan İncil yoxdur. Göyə çəkilib. Çünki insanlar onu təhrif elədilər və beləliklə Allah Teala da həmin kitabı göyə çəkdi. Onun həvariləri, yəni apostollar İsa əleyhissalam haqqında xatirat yazdılar. Onun 4 dənəsini saxladılar, qalanını yandırdılar 5-ci əsrdə. Sinod bunu istəmədi ki, bunlar o kitablar da olsun. Çünki o kitablarda Məhəmməd əleyhissalamın gələcəyi haqqında da xəbər var idi. Ona görə o kitabların böyük əksəriyyətini yandırdılar, 4-ünü saxladılar. Bu saat xristianlar həmin kitabları əzizləyirlər, oxuyurlar İncil adından, Evangeliya adından.